uşaq orucu deyilən bir anlayış varmı? Yox, uşaq orucu belə bir termin olaraq yoxdur. Sadəcə tutaq ki, sizin övladınızın 8 yaşı var, 9 yaşı var, 10 yaşı var. O israr edir ki, mən oruç tutum. Təbii ki, valideyn burada öz doğru mövqeyini sərgiləməlidir. Amma bunun üçün qeyd etdiyimiz kimi bir neçə saatlıq-mı, bir yeməklik-mi, günün bir müəyyən hissəsinə qədər uşaqlar istəsələr az qala bilərlər, həmrəylik nümayiş etdirmək üçün. Amma burada yenə də gəlirik ki, uşaqlar üçün vacib deyil və ona görə böyük ehtimal sizin dediyiniz bu uşaq orucu termini də oradan gəlir ki, günün müəyyən hissəsini uşaqlar oruç tuturlar. Çünki onlar mükəlləf deyirlər oruç tutmaqla və ona görə belə bir termin formalaşıbdır və bu da təbii ki, qeyd etdiyimiz kimi artıq fərz orucu deyil. Yəni, bu uşaqların özlərinin içindən gələn bir məsələdir. Ceyhun müəllim, fiziki sağlamlığı icazə verən, oruç tutmağa təbii ki, icazə verən bəzi yeniyetmələr var ki, onlar davamlı olaraq orucu tuta bilmirlər. Sizin qeyd etdiyiniz uşaq orucu onları həvəsləndirmək üçün belə yarım gün və ya qısa müddətli necə onlara da tövsiyə edə bilərsiniz? Yəni, burada bilirsiniz, İslamın əslində yanaşması nədir? İslamın yanaşması odur ki, valideynlər övladlarının tərbiyəsinə görə məsuliyyət daşıyırlar. Və çalışmalıdırlar ki, onlar erkən yaşlardan milli mənəvi dəyərlərə bağlı o böyüsünlər. Yəni, namaz qılmağa başlasınlar, oruç tutmağa başlasınlar. Yəni, bu İslamın əsas şərtidir. Bu artıq məsələ burada belədir ki, yenə də gəlirik. Əgər hansısa uşaq oruç tutarsa, bu onun sağlamlığına xələl gətirərsə, oruç tutmamalıdır. Çünki bu tamam fərqli bir məsələ. Və ya siz dediyiniz formada, misal üçün, həddi buluğa çatmasına 1 ilmi qalıb, 2 ilmi qalıb, istəyir tutsun. Yəni, bu məsələdə uşaqlar sərbəstdir. Onlara bir vacib məsələ yoxdur. Misal üçün, nə edə bilər? Yəni, qeyd etdiyimiz kimi, həmən uşaq bir gün tuta bilər, bir gün tutmaya bilər, yarım gün tuta bilər. Yəni, bu, onun özünün istəyindən və qərarından asılı olan bir məsələdir ki, burada əsas məqam odur ki, uşaqlara oruc vacib deyil. Amma özləri könüllü formada, yarım günmü, bir gün tutub, bir gün tutmamaq, amma bu şərtlə ki, biz onu xüsusi vurğulayırıq ki, onların sağlamlığına bu ibadət xələl gətirməsin. Xüsusilə də lap az yaşlı uşaqların oruç tutması ümumiyyətlə bu düzgün deyil, çünki onların sağlamlığına zərbə vura bilər.